70 illik yubiley sadəcə bir tarix deyil, bu böyük bir sənət yolunun hesabatıdır. Azərbaycan musiqisinin zəngin irsinə dəyərli töhfələr verən bəstəkar, əməkdar incəsənət xadimi Cahangir Zülfqarovun yubileyi münasibəti ilə Azərbaycan Bəstəkarlar İttifaqında müəllif konserti keçirilib. Ustad bəstəkar öz sənət yolu və Azərbaycan musiqisinə olan sevgisi barədə bizimlə fikirlərini bölüşdü. Bugün belə oldu ki, mənim yubileyimə düşdü. Hər Azərbaycanlı kimi mənim də ürəyim yanırdı. 30 il mən onu gözləyirdim. Və 11-ci ildə mən yazmışam Uvertüra çağırır. 19-cu ildə isə yazmışam Ümid Adası. Amma qələbədən sonra yazmışam Şuşaya aparan yol. Yəni o 3 simfonik əsərlərdir. Mən xoşbəxtəm ki, mən o günü gördüm. Əsərləri təkcə ölkəmizdə deyil, xarici səhnələrdə də səslənən Cahangir Zülfqarov klassik simfonik əsərlərlə yanaşı teatr və kino musiqisinin, həmçinin sevilən mahnıların müəllifidir. Cahangir çox mülayim və mehriban bir adamdır və mən ürəkdən ona can sağlığı ilk növbədə arzu edirəm və yeni əsərləri yaratmağını arzu edirəm. Cahangir müəllimi ürəkdən təbrik edirəm, ona can sağlığı, xoşbəxtlik arzu edirəm və bugün mən Cahangir müəllimin əsərləri ifa edəcəm. Səhnədə səslənən musiqilər bir daha sübut etdi ki, Cahangir Zülfqarovun yaradıcılığında milli ruh, klassik forma və dərin duyğuların vəhdəti dinləyicidə xüsusi ovqat yaradır. Tədbir bəstəkarın orkestr üçün yazdığı uvertüraların ifası ilə davam etdi.